Biz özümüzü tərifləyək, amma real statistika var ki, bu gün 53% məzun iş tapa bilmir. Yəni mən özümə çox yaxşıyam, çox əlayam. Bakı dövlətin 56%, 57%. 57%. Mən ən yaxşısı mənəm, ən yaxşı təhsil mən verirəm, ən yaxşı stajı mən verirəm. Məndə hər şey ən müasirdir deməklə iş bitirsə, o statistikaya yansımalıdır. Bu günlərin Bakı Dövlət Reyting sıralamasında neçənci sıradadır? Hansı statistikaya yayılır? 1500 plusdadır Time Cycle Education'da. QS mən statistikasını ciddiyə almıram, çünki orada başqa şeylər var. Bu gün bir Azərbaycan Universiteti var, ilk minliyə girən, İqtisad Universiteti. Mənə görə də UNEK-in və mən təbrik edirəm, yəni kifayət qədər ciddi nəticədir. Yaxşını deyirik, bu gün Bakı Ali Neft Məktəbi haqqında niyə heç kimin nə cəmiyyətdə, nə ekspertlər tərəfindən bir mənfi fikir formalaşmır? Bu gün ADA Universiteti haqqında niyə heç kimdə bir dənə mənfi fikir oluşmur? Heç kim bununla bağlı bir etirazı yoxdur. Bu gündən hər hansı bir universitet haqqında mənfi fikir formalaşıbsa, bu bizimlə əlaqəli bir durum deyil. Bu universitet özünü soruşturmalıdır, özünə. Yəni Bakı Dövlət Universiteti haqqında mənfi rəy formalaşır. Sadəcə Bakı Dövlət üzərindən getmirəm. Bunu biraz Bakı Dövlətə yıxmaq düzgün deyil.